Bilirəm ki, məni qınayacaqsınız, ancaq mən sizə etiraf etmək istəyirəm. Mən Ozempiklə arıqlama yolunu seçdim. Ancaq bu Ozempiklə yox, onun daha ucuz, natural, ziyansız və çox faydalı formasını tapmışam. Bunu deyirəm, bu xlorofildir. Həm daxili dezodorant, detoks və eyni zamanda natural Ozempik də deyilir. Çünki arıqlamağa bu çox kömək edir. Məndə kontrolsuz yemək tutmaları olur. Mənə gəlir ki, bu zaman mən bütün xaladelniki belə boşalda bilərəm. Şirniyyatı da çox sevirəm. Tutmalarım olanda mən bir xörək qaşığı xlorofilli, bir stəkan suya əlavə edirəm və onunla həm ağzımı yaxalayıram, həm də ki, içəriyə qəbul edirəm. Təxmini belə. Bu nanə və ot dadı verir. Bununla ağzınızı yaxalayanda həm pis, iyi ağzınızdan gedir, həm içəridəki yaralar varsa onları da sağaldır. Həm də ki, bunu içəndən sonra sizdə aclıq hissi yox olur. Yediyiniz yeməyin dadını belə daha az hiss edirsiniz. Yemək sizə əvvəlki kimi dadlı gəlmir. Mənim kimi şirniyyat yeməyi çox sevirsinizsə, deməli daxilinizdəki göbələk mikroflorası çoxalıb və o sizi şirniyyat yeməyə məcbur edir. Çünki göbələk şirniyyatı çox sevir. Bu həm də sizdə qan azlığı da yaradır. Xlorofil göbələyi həm içərdən, həm çöldən də məhv edir. Qan azlığı ilə də mübarizə aparır. Çoxsaylı mineral və vitaminlərlə zəngin, çox yaxşı detoksdur. Ziyanlı maddələri orqanizmdən çıxarır. Həm də ki, buna daxili dezodorant deyirlər, çünki bədəndəki təriyini də götürür. Mən xlorofili iHerb'dən sifariş verirəm. Düz Azərbaycana heç bir karqosuz 1-2 həftəyə çatdırılır. Sifariş qaydası da çox asandır, Trendyol-dakı kimidir. Sevanacaq promo kodunu istifadə etsəz sizə əlavə də endirim olunacaq. Xlorofilin linkini mütləq storydə paylaşacağam.